olan şərt operatorlarını öyrənəcəyik. Şərt operatorlarını öyrənəcəyik. Şərt operatorları bizim üçün hansı vəziyyətdə olacaq? Yəni belə deyək də, hansı vəziyyətdə olacaq? Gəlin baxaq. Belə deyək də, biz şərt operatorları ilə işləyən zaman bir neçə komandalar öyrənəcəyik və onlar bizim dərsimizin əsas özəyi olacaq. Bu komandalar hansılardır? If, ondan sonra elif və else. Deməli, biz alqoritmdən bilirik ki, if əgər deməkdir, elif if doğru olmayanda müraciət edirik, else isə əks halda olacaq. Baxın, else isə əks halda deməkdir. Deməli, ona görə də burada əsas strukturumuz bundan ibarətdir. Yazılış qaydası necə olacaq? Birinci if, elif, elseyə keçməmişdən öncə bəzi məntiqi kəmiyyətlərimiz var ki, onları bilməliyik. Biz əgər şərt operatorları ilə işləyiriksə, bəzi müqayisə operatorlarını bilməliyik. Python proqramlaşdırma dilində istifadə olunan müqayisə operatorları, baxın, böyükdür işarəsi, sonra burada yazdıq kiçikdir işarəsi, böyükdür, bərabərdir işarəsi, kiçikdir, bərabərdir işarəsi. Bu olacaq bizim üçün bərabərdirmi olacaq, bərabərdirmi. Yəni biz soruşuruq, məsələn, 4 ilə 5 biri-birinə bərabərdirmi? Onda bunu yazırıq. Bəzən gəlirik, baxın, belə yazılış görürük. Yazır 4 bərabərdir 5. Bu doğru yazılış deyil. Və yaxud da biz A bərabərdir 5 yazırıqsa, bir dənə bərabər mənimsətmədir. Yəni A dəyişəninin qiymətini 5-ə mənimsədir deməkdir. Amma gəlib yazmışıqsa A 2 dənə bərabərdir 5. Bu deyir ki, A 5-ə bərabərdirmi? Yəni bax bu vəziyyətdə nəticəni əks etdirmiş olacaq. Davam edək. Deməli, gəldik buradan. Bərabərdirmi və bir də fərqlidir işarəsi. Yəni, biri-birinə bərabər deyil, fərqlidir işarəsini isə bu vəziyyətdə tətbiq edə bilərik. Bundan sonra şərt operatorları ilə işləyərkən istifadə eləyə biləcəyimiz məntiqi kəmiyyətlərimiz var. And, or və not. Bunlar da bizim çox lazımlı informasiyalarımızdır. Şərt operatorları ilə işləyən zaman şərtin nəticəsi 2 dənə ola bilər. Biri truedur, biri də false olmuş olacaq. Diqqət eləsəniz, t hərfi böyükdür, qalanları kiçikdir. Yəni, hər hansısa bir şərt operatorlarının burada doğru cavab çıxartması üçün təqdim olunan informasiya, baxın, true və ya false olacaq və true-da t hərfi böyük yazılmalıdır, qalanları kiçik. False-də isə f hərfi böyük yazılmalıdır, qalanları isə kiçik yazılmış olacaq. Daha sonra gəlin davam edək görək, biz burada bunlarla necə işləyirik. Təsəvvür eləyək yazmışam 45 böyükdür, məsələn 63-dən. Əgər bu təqdim olunan şərtin nəticəsi doğrudursa, ekrana true çap olunacaq. Şərtin nəticəsi yalandırsa, ekrana false çap olunmuş olacaq. Bizim şərtimiz doğru olmadığına görə ekrana false çap olunur. Daha sonra, məsələn, yazmışam 63, məsələn, kiçikdir, yazmışam 96-dan. Təqdim olunan şərtimiz doğrudur deyənə, nəticə ekrana true çap olunmuş olacaq. Məsələn, 78 yazıram, böyükdür, bərabərdir, məsələn, 9-dan. Əgər şərt doğrudursa, o zaman bizim üçün nəticə ekrana çap olunacaq, true. Əgər şərtimiz, yəni, yalan olsaydı, nəticə false çap olunmuş olardır. Məsələn, 89 kiçikdir, bərabərdir, 63 yazmışam. Aydın məsələdir ki, burada təqdim olunan şərtimiz doğru deyil. Ona görə də false çap olunacaq. Əgər biz 89 kiçikdir, bərabərdir, 89 yazmış olsaq, onda nəticə ekrana true çap olunar. Baxın, nəticə ekrana true çap olunar. Ona görə ki, yəni burada böyüklük olmasa da bərabərlik şərti var. Ona görə də bu ekrana, baxın bu ekrana bizim üçün true'nu çıxartmış olacaq. Məsələn, bərabərdir. 78 bərabərdirmi 96-ya? Burada bərabərdirmi sözü var. Bu bərabərlik doğru deyil deyənə false çap olunacaq. Məsələn, 78 bərabərdirmi 78 şərtimiz doğru olmuş olacaq. Növbəti biz davam edirik sizinlə. Məsələn, fərqlilik 96 fərqlidir 96 yazmışam. 96 96-dan fərqli deyil axı. Onlar biri-birinə bərabərdir. Ona görə də
false çap olunmuş olacaq. Məsələn, 96 fərqlidir yazmışam, tutalım ki, 52-dən. Burada true'nu nəticə olaraq bizə qaytarmış olacaq. Deməli, həqiqətən də təqdim olunan şərt operatorlarının nəticəsi iki cürdür: true və ya false. Ondan sonra biz işimizin gücümüzü veririk məntiqi kəmiyyətlərdə and və orun istifadəsinə. Əgər biz təqdim olunan bir sual nümunəsində iki şərt operatorunun, yəni iki dənə şərtin doğruluğunu yoxlamaq istəyiriksə, onda bu vəziyyətdə biz məsələn and-dən istifadə edəcəyik. Təqdim elədiyimiz üç şərtdən heç olmasa birinin doğruluğunu yoxlamaq istəyiriksə, onda biz ordan istifadə eləyəcəyik. Təqdim elədiyimiz şərtin əksinin, nəticəsinin əksini çıxartmaq istəyiriksə, onda biz notdan istifadə eləyirik. Fərz eləyə belə yazmışam. Not, məsələn, 63 kiçikdir, bərabərdir 8 yazmışam. Biz bilirik ki, burada 63 8-dən kiçik və yaxud da bərabər deyil. Yəni, bu şərtin nəticəsi false-dur. Amma onun əvvəlində olan not o false-u tərsinə çevirir. Olur, deməli, buradakı nəticəmiz true. Daha sonra yazmışam. Not, təsəvvür edək 85 böyükdür, bərabərdir. Yazmışam 25-dən. Həqiqətən də 85 25-dən böyükdür, düzdürmü? Amma belə deyək də, amma burada onun əvvəlindəki not onu belə deyək də false çıxartmış olacaq. Yəni tərsini çıxartmış olacaq. Biz notun təsirini bildikdən sonra ən vacib və ən çox dəyişik salınan yerə gəldik, əndə. Əndi yadımıza saxlayaq. Əgər əndin şərtlərinin hər ikisi, yəni təqdim olunan şərtlərin hər biri doğrudursa, onda nəticə ekrana doğru çap olunur. Əgər şərtlərdən biri doğru, biri yalandırsa, onda nəticə ekrana yalan çap olunacaq. Əgər şərtlərin, belə deyək də, 99 dənəsi doğru, bircə dənəsi yalandırsa, onda yalan çıxartmış olacaq. Yəni, and ciddidir, deyir ki, mənə təqdim olunan şərtlərin hər biri doğrudursa, mən ekrana doğru çap edə bilərəm. Amma şərtlərin biri doğru, biri yalandırsa, onda deyir ki, yəni mən doğru çıxarda bilmirəm. Yəni əndi vurma kimi başa düşə bilərsiniz. Məsələn, biri birə vuranda bizə məsələn nəticəni 1 çıxardacaq. Amma biri sıfıra vuranda 0, sıfırı 1-ə vuranda yenə 0, sıfırı sıfıra vuranda yenə də 0 çıxartmış olacaq. Yəni buradakı əlaqəni konjunksiya kimi nəzərinizdə tutub çap edə bilərsiniz. Daha sonra keçid alaq bununla bağlı hesablamalarımıza. Məsələn, 45 böyükdür 2-dən. Ondan sonra and yazmışam ki, 56 böyükdür, məsələn, 5-dən. Təqdim olunan şərtlərin hər ikisi doğrudur. 45 2-dən böyükdür, doğrudur. 56 5-dən böyükdür, doğrudur deyənə nəticə ekrana true çap olunur. Ancaq yazmışamsa 45 böyükdür 2-dən, ondan sonra yazmışam ki, 56 kiçikdir 5-dən. Şərtlərin biri doğru, biri yalan olanda, biri doğru, biri yalan olanda, əndə görə nəticə yalan olmuş olacaq. Yəni, əndə görə təqdim olunan nəticəmiz yalan ekrana çap olunmuş olacaq. Əgər mən belə yazmışamsa 52 kiçikdir, bərabərdir 96-dan, and yazmışam 85, and ondan sonra yazıram not, məsələn 85 böyükdür, yazmışam 63-dən. Burada birinci and da var, not da var. Birinci not olan hissə icra olunur, ondan sonra məntiqi vurma, yəni andin proseduru icra olunmuş olacaq. 52 kiçikdir 96-dan, şərt doğrudur. And 85 böyükdür 63-dən şərt doğrudur. Amma onun əvvəlindəki not onu eləyəcək false. Deməli, təqdim olunan şərtlərimizdən biri doğru, biri yalan olacaq və nəticə ekrana yalan çap olunmuş olacaq. Deməli, andin işləmə mexanizmi bu vəziyyətdədir. Əgər biz ora müraciət etsək, or üzü yoladır. Yəni, orada təqdim olunan şərtlərdən yalnız bircə dənəsinin doğru olması kifayətdir ki, nəticəni ekrana doğru çap etmiş olsun. Əgər orada təqdim olunan şərtlərin hər biri yalan olarsa, o zaman nəticə ekrana yalan çap olunacaq. Ancaq bircə dənə də varsa ki, bircə dənə də
belə deyək də, bircə dənə də əgər biz orada doğrumuz varsa, qalan məsələn 100 dənə təsəvvür eləyək şərt təqdim eləmişik. O 100 dənə şərtdən 99 dənəsi yalan, bircə dənəsi doğrudursa, onda or bizə doğru qaytarmış olacaq. Məsələn yazmışam 58 böyükdür, bərabərdir 96, or yazmışam 63 böyükdür 5-dən. Burada baxın, birinci şərtimiz yalandır, ancaq ikinci şərtimiz doğrudur. Ona görə də nəticə ekrana doğru çap olunmuş olacaq. 63 kiçikdir 85-dən, or yazmışam 96 böyükdür 5-dən, and yazmışam ki 63 kiçikdir məsələn 63 kiçik 69 kiçikdir 36-dan. İndi burada bir dənə endimiz var, bir dənə də orumuz. Biz misalın ardıcıllığına başlayacağıq deməli nədən? Ənddən. Ənd olan hissənin icrası bitdikdən sonra ora müraciət edirik. Baxırıq birinci baxın bu hissəmizə. 96 böyükdür 5-dən şərtimiz doğrudur. Daha sonra ənd 69 böyükdür 36-dan yenə də doğrudur. Doğru, doğru, doğru aldıq deyənə misalımız belə davam edəcək. 63 kiçikdir, bərabərdir 85-dən. O da doğrudur. Doğru, or doğru bizə qaytaracaq doğrunu. Ona görə də ekrana çap olunacaq cavab variantımız baxın doğru olmuş olacaq. Yəni true'nu almış olacağıq. Ona görə də yəni burada ifadələrimizdə bu qaydaları unutmamaq lazımdır. Yəni bunlar bizim üçün misalın tətbiqində çox vacib olan informasiyalardır. Məsələn, bunu biz kodlar quranda da işlədə bilərik. Məsələn, tutalım deyirəm ki, daxil elədiyimiz ədəd əgər 0 və 99 0-la 100 arasında cüt ədəddirsə, onu ekrana çap elə, əks halda onu ekrana çap etmə. Bax, deyirəm, daxil etdiyimiz ədəd əgər, məsələn, int input yazıram, ixtiyari bir ədəd deyir, daxil edə. Burada yazırıq ki, məsələn, ədədi daxil edin. Burada yazırıq ki, məsələn, ədədi daxil edin yazdıq. Qoşa nöqtə qoyduq və bu dırnaqlarımızı da bağladıq. Deyirəm ki, elə əgər daxil elədiyim ədəd 0 ilə 99 arasındadırsa, onda belə yazıram. If, yəni n böyükdür, bərabərdir 0-dan, yəni 0 və 999, 0-da daxildir, 99-da and, sonra yazıram n, kiçikdir, bərabərdir 99-dan. Bunu yazdım. Ondan sonra yazıram ki, print, məsələn, yazıram n, sonra da yazıram ki, daxil etdiyimiz ədədimiz çap olundu. N, yəni daxil etdiyimiz ədədimiz çap olundu. Deməli, yazırıq çap olundu. Yazdıq bu vəziyyətdə. İndi mən burada F5 düyməsinə vururam və bizdən proqramı yadda saxlamağımız tələb olunub. Əgər biz, məsələn, deyək ki, ədədi daxil edin, 57 daxil etmişəmsə, yazır 57, daxil etdiyimiz ədədimiz çap olundu. Əgər proqramı bir də işlək vəziyyətə gətirirəm, run düyməsində, daxil etdiyim ədədimiz, məsələn, 569-dursa, kursor ekranda yanıb sönəcək, amma ekrana heç bir nəticə çap olunmayacaq. Niyə görə? Çünki baxın, burada bizim şərtlərimiz doğru deyil. Yəni, daxil elədiyimiz ədədimiz təqdim elədiyimiz şərti ödəmir. Ona görə də ekrana çap olunmayacaq. Əminəm ki, bu başa düşdük. Deməli, biz şərt operatorları ilə işləmək üçün birinci mütləq və mütləq, məsələn, daxil eləyirəm A bərabərdir 5 yazmışam. A bərabərdir 5 yazdıqdan sonra burada yazıram if. Təsəvvür if əgər deməkdir. Əgər şərt doğrudursa, yəni bax if əgər deməkdir. Əgər yazmışam ki, A böyükdür 2-dən və şərt operatorunun sonunda mütləq və mütləq qoşa nöqtə qoyulmalıdır. Qoşa nöqtə daxil elədik. Ondan sonra yazıram print, baxın print A plus 3 yazıram. Deməli, əgər şərt doğrudursa, o qoşa nöqtəni bir qapı kimi xəyalınızda canlandırın. Bax, bir qapı kimi bunu xəyalınızda canlandırın. Bir qapı kimi. Yəni, qoşa nöqtə şərt doğrudursa, siz elə bir qapı açılır, bura keçid eləyirsiniz.
Əgər şərt yalandırsa, bunu isə biz Azərbaycan dilində əks halda deyirik. İngilis dilində proqramlaşdırma dilində else yazırıq. Else. Else-nin yazılışında else-dən sonra hökmən qoşa nöqtə qoyulmalıdır və daxil eləyirik print. Məsələn, yazıram A, təkcənə A yazdım. Burada bunun işləmə mexanizmi necədir? Baxın yoldaşlar, 5 böyükdür 2-dən. Şərtimiz hədir da, yəni şərtimiz doğrudur. Ona görə də A plus 3 çap olunur. A-nın qiyməti 5 idi. 5-in üstə 3 gəldim. Deməli, ekrana 8 çap olunacaq. Daha biz yəni buradan qapı açılıb bura gəlmişiksə, deməli, daha biz bura gəlməyəcəyik. Və yəni baxın, if-in qapısı açılırsa, biz if-in altında olan parametrləri icra ediriksə, daha bir də biz else-yə qayıtmırıq. Yəni else-yə gəlmirik. Hər bir ifin else-si ola bilər və hər bir ifin else-si özü ilə simmetrik yazılacaq. Məsələn, bu ifin else-si buradan başlaya bilməz. Yəni burada biz else yazıb nə isə daxil edə bilmərik. Yəni hər bir ifin else-si özünün öz simmetrik, yəni paralel altında yazılmış olacaq. Bundan sonra biz məsələn, siz diqqət eləsəniz buradan, məsələn, if sətrindən sonra biz müəyyən boşluq ötürüb sonra printi yazmışıq. Əgər hər hansısa bir komandada qoşa nöqtə varsa, onda qoşa nöqtədən sonra yazılan növbəti sətir müəyyən tabulyasiya ötürəcək, müəyyən bir tabulyasiya ötürəcək, ondan sonra yazılacaq. Yəni baxın, burada birbaşa ifin altında yazıla bilməz. Yəni birbaşa print gəlib ifin altında yazıla bilməz. O bizə sintaksis xətası qaytarmış olacaq. Yəni proqramın sintaksis xətasını qaytarmış olacaq. Gəlin hər iki vəziyyətimizə baxaq. Fərz edək ki, baxın, gəldim buradan, bu proqramı çalışdırsaq, bizə nəticəni 8 qaytaracaq və 8-i ekranda görürük. Əgər mən bu ifi, baxın, printi gəlib ifin altına sürükləsəm, onda mənə proqram nəticə verməyəcək. Baxın, yoldaşlar, proqram bizdə, yəni xəta olduğunu göstərir və hətta bizə xəta mesajı çıxardanda işimizi asanlaşdırmaq üçün həmin xətanın harada olduğu sətri də göstərir ki, yəni if strukturunun ikinci sətrində printin yerini düzgün yazmamışıq. Biz printin yerini düzgün yazmaq üçün bu vəziyyətdə ifadə eləsək, baxın ekrana yenə də heç bir problem olmadan 8-i çıxartmış olacaq. Bəzi yoldaşlar soruşur ki, bir misalda, məsələn, 2 else ola bilərmi? Biz buradan daxil edək, təsəvvür edək, məsələn, yazdım A plus, tutalım ki, 6 yazmışam. F5 düyməsinə vururuq, proqramımız icra olunmayacaq. Deyir ki, yəni bir dənə ifin varsa sənin, onun 2 dənə else-yə mənimsədə bilmərik. Yəni bir dənə ifdə 2 dənə else daxil etməyimiz doğru deyil. Amma biz necə yaza bilərik? Məsələn, tutalım, bax bunun yuxarısında bir dənə if komandası yaza bilərəm. A, məsələn, böyükdür yazmışam ondan qoşa nöqtə və yazıram print A, məsələn, tutalım qüvvət 2 yazmışam. Ondan sonra bir dənə də, yenə də gəldim burada bir dənə də if, məsələn, yazmışam A, kiçikdir tutalım, yazmışam 4-dən, qoşa nöqtə yazmışam print, tutalım ki, A plus, məsələn, 36, ondan sonra bir dənə də else qolu yazmışam və yazmışam print A, tutalım qüvvət 3. Baxın, bu vəziyyətdə daxil etmişəm. Burada struktura ayırsaq bunu, baxın, birinci ifin özünün sərbəst else-si var, ikisi birlikdə işləyəcək. İkinci ifin özünün sərbəst else-si var, ikisi birlikdə işləyəcək. Üçüncü ifin özünün else-si var, birlikdə işləyəcək. Yəni, hər bir if özünün else-si ilə birlikdə işləyəcək. Yəni, bax, birinci ifin else-si onun aşağısında olan else-dir. İkinci ifin else-si aşağısında olan, üçüncü yenə də aşağısında olandır. Burada yazdıq 5 böyükdür 2-dən, şərtimiz doğru olacaq. Şərtimiz doğru olduğuna görə 5 plus 3 bizə qaytaracaq 8-i və 8 çap olunacaq. Da burada 8 çap olunubsa, daha biz else-yə baxmırıq. Keçirik növbətisinə. 5 böyükdür 10-dan. Burada şərtimiz doğru deyil. Şərtimiz doğru deyil deyənə biz bura qapı açılmır. Bax, buradakı qapı açılmır və biz aşağıya düşmürük. Gəlirik else qoluna. Else nə idi? Əks halda və A plus 6. A-nın qiyməti 5-dir. 5-in üstə 6 gələndə 11 çap olunacaq. Növbəti yenə də
o biri ifimizə keçirik. 5 kiçikdir 4-dən. Şərtimiz doğru deyil. Qapı açılmır. Bura keçid eləyə bilmirik. Else-yə keçirik. 5 üstündə 3, yəni 5-in 3 dəfə özü özünə vurulmasını nəticə kimi ekranda çap etmiş olacağıq. İndi biz burada fayl gəlib bunu run düyməsi ilə çalışdırsaq, həqiqətən də qiymətlərimizin 8, 11, 25 olduğunu nəticə kimi ekranda görə bilərik. Deməli, bu vəziyyətdə yazılanda hər bir if, yəni özünün ayrıca sesi var, hansının şərti doğrudursa, onlar yerinə yetiriləcək. Bir də var ki, məsələn, baxın, bir də var ki, iç-içə. İç-içə olanda artıq burada hər növbətçi özündən, yəni əvvəlki şərtdən asılılığı olmuş olacaq. Məsələn, burada baxın, hər bir ifin biz müəyyən bir else-si var və bunlar hər biri özü ilə simmetrikində yazılıbdır. Yəni hər bir ifin else-si özünün öz simmetrikində yazılıb. Bax, bu vəziyyətdə olanda biz necə işləyirik? Gəldik buradan, diqqətli olun. Deməli, baxın, bax, burada biz sadəcə bir qiymət almış olacağıq. Niyə görə? Proqramı çalışdırsaq, nəticə ekrana sadəcə bir dənə çap olunacaq, o da 8. Bunun analiz eləməliyik. Niyə görə, yəni ekrana bir dəfə çap olunur və o qiymət də 8-dir? Ona görə ki, baxın, gəldik burada, A dəyişəninin qiyməti 5-dir. 5 böyükdür 2-dən, şərtimiz hə olacaq. 5 plus 3 8-i çap eləyəcək. Və daha burada 8-i çap eləyir da biz else qoluna keçmirik. Deməli, əgər biz else qoluna keçərsək, yəni bu biri komandalarımız icra olunacaq. Məsələn, bu ikinci ifdə də bu else-yə keçəsi olsaq bizim aşağıdakı komandalarımız icra olunacaq. Çünki deməli, bax, burada yazdığımız if bu else-yə müraciət etdikdən sonra budaqlanan bir komandadır. Əgər kiçik bir dəyişiklik etmiş olsaq, məsələn, gəldik burada, yazdıq, təsəvvür edək 20-ni və run düyməsi ilə proqramımızı çalışdırdıq. O zaman isə bizim ekrana 5, 11 və 125-in çap olunduğunu görə bilərik. Niyə görə? 5 böyükdür 20-dən. Şərtimiz yoxdur. Yox olduğuna görə gəldik else-yə. Else-yə gələndə heç bir şərt operatoru yoxlanmadan A dəyişəni çap olunur. A dəyişəninin qiyməti 5-dir. Biz bu printə müraciət etmişiksə, növbəti if onunla eyni sətirdə yazılır və yoxlayıram 5 böyükdür 10-dan. Burada şərtimiz yox olacaq. Şərtimiz yoxdur deyənə bu ifin else-sinə keçirik. A plus 6, A plus 6 olacaq 11. Əgər biz bu printə müraciət etmişiksə, onunla eyni sətirdə olan ifə də müraciət edə bilərik. 5 kiçikdir 4-dən. Şərtimiz yoxdur deyənə keçirik bu ifin else-sinə 5 üstündə 3, 125-i çap etmiş olacaq. Deməli, doğru qiymətlərimiz 5, 11, 125 çap olunacaq. Bura qədər hər hansısa bir sual varmı? Anlamadığımız, başa düşmədiyimiz? Əgər if doğru olmasa, bəli, else-dən istifadə edirik. Bura qədər suallar, yəni kimin nə sualı varsa chat bölməsinə sualınızı yazın, dinləyək, müzakirə edək onu. Sual yoxdursa davam edək. İndi beynimizin məşqini, yorğunluğunu çıxartmaq üçün balaca bir qayda deyəcəm, daha sonra digərlərini davam edəcəyik. Baxın yoldaşlar, mən burada A bərabərdir daxil eləmişəm 5-i. If yazıram ki, ifin qarşısına true yazıram. True yazıram. Ondan sonra yazıram print. Məsələn, baxın, yazıram ki, A yazıram. Print A yazıram və else qolunda da yazıram ki, print və heç nə yazıram. Burada heç nə yazıram. Heç nə.
Burada belə deyək də, heç nə yazdıq. Deməli, yoldaşlar, burada əgər ifin qarşısında hər hansısa bir şərti yazmırsa, baxın, hər hansısa bir şərti yazmırsa, birbaşa true yazırsa, deməli, şərtimiz doğru olacaq. Bax, şərtimizi doğru götürəcək. Elə birbaşa biz proqramı run elətdirsək, nəticəni bizim üçün 5 qaytarmış olacaq. Yəni, A dəyişəninin qiymətini. Əgər bunun qarşısına biz false yazmışıqsa, bunu gəldik burada run elətdirsək, nəticə heç nəyə çap edəcək. Yəni false nə idi? Şərtin doğru olmaması, else qolunu keçmək, düzdürmü? Ondan sonra gəldik burada belə yazdıq. Məsələn, yazmışam eləcə A qoşan nöqtə. A qoşan nöqtə yazılması, yəni heç bir şərt operatoru, heç bir müqayisə yazmayıb, dəyişənin adını yazıb qoşan nöqtə yazılması A dəyişəninin yuxarıda təqdim olunan qiymətə mənimsədilməsini göstərmiş olacaq. Yəni elə bir şərti doğru götürəcək. Məsələn, şərtə doğru götürəcək. Əgər mən burada təsəvvür elə x qoşan nöqtə yazmış olsam, x qoşan nöqtə, bunu gəlib burada run elətdirsək, bircə dəqiqə, hə, bunu gəlib burada biz run elətdirsək, bircə dəqiqə proqramımız hara getdi? Aha, deməli, aha, nə oldu proqramımıza bircə dəqiqə? Deməli, maraqlıdır. Yəni, işlək vəziyyətdən çıxdı. Hansı düyməni vurdum bilmədim. İşlək vəziyyətdən çıxdı. Gəlin proqramı bağlayaq. Aha, başdan bir də yazaq eyni komandalarımızı, proqramımızı çalışdıraq. Deməli, gəldik fayl menyusu, new file. Yazmışdım, A bərabərdir. Deməli, bir də başdan başlayaq. Deməli, yazmışdım A bərabərdir 5. A bərabərdir 5. Sonra yazmışdım if, x qoşa nöqtə və yazmışdıq print A. Ondan sonra yazmışdıq else qolunda print məsələn heç nəyi daxil etmişdik. Heç nə daxil etmişdik. İndi gəldik burada F5 düyməsinə vurduq. Proqramı yadda saxladıqdan sonra çalışacağını görəcəyik. Bizə xəta verəcək ki, niyə görə? Deyir ki, yəni baxın bax, burada x yəni nədirsə o elan olunmayıbdı. Yəni əgər elan olunmayan kəmiyyətə müraciət ediriksə, onda proqram fraqmenti heç nə çıxartmayacaq. Yəni else-yə keçid etməyəcək. Sadəcə və sadəcə bizim üçün yəni çıxardacaq ki, proqram fraqmentinin gedişatında nə isə artıq, nə isə təqdim olunmayıbdır. Ondan sonra burada belə bir şey yazır. Məsələn, A, tutalım yazmışam qalıq, yazmışam 4. Əgər burada belə bir ifadə yazılıb, heç bir qiymətə mənimsətməyibsə, A-nın 4-ə bölünməsindən alınan qalığımız 1-dir. 1-in də məntiqi kəmiyyət olaraq qarşılığı true olacaq, true. Ona görə də biz burada F5 düyməsinə vuranda, yəni bizim üçün 5-i çıxardacaq. İndi əgər burada sual eləyə bilərsiniz ki, bəs müəllim, məsələn 3-ə böləndə necə olacaq? Onda yenə də yəni 5-i çıxardacaq. Çünki 2 alacağıq. 2-nin də bul qarşılığı, 2-nin də yəni məntiqi kəmiyyət olaraq qarşılığı nə idi? True idi. Məsələn tutalım başqa bir ədəd yazmışam. Məsələn tutalım yazmışam ki, elə bölünür məsələn 10-a. Qalıq 5 qalacaq da. 5-də də yenə də bizə şərt doğru olub A dəyişəninin qiymətini çıxardacaq. Yalnız və yalnız burada hesablama nəticəsində biz false alırıqsa, yəni 0 alırıqsa, onda else qoluna keçir və heç nəni çap etmiş olacaq. Yəni hesablamanın nəticəsi 0-dırsa, onda else qoluna keçir. Qalan hesablamanın nəticəsi mənfi, müsbət, tam, kəsr, həqiqi hansı ədəd alınırsa alınsın, onda şərti doğru götürəcək və ifin altındakı komandaya müraciət edilmiş olacaq.
Bunu da burada, yəni unutmayasınız, bu barədə yazdıq. Daha sonra keçid alaq iç-içə iflərimizə. Bayaqların biz iç-içə iflərin bir nümunəsinə baxdıq. İndi isə biz məsələn tutalım ki, yazıram ki, A qalıq məsələn 2 bərabərdir 1. Ondan sonra yazmışam məsələn print A üstə gəlinsin 6. Sonra yazmışam A bərabərdir A plus 15. Yenə də if yazmışam A. Məsələn kiçikdir, tutalım yazmışam 1-dən. Ondan sonra yazıram print, tutalım ki A plus 5. Növbəti bir dənə də yazıram if. Məsələn A tutalım kiçikdir. A məsələn böyükdür yazmışam 100-dən. Qoşa nöqtə burada daxil eləmişəm print yazmışam A plus tutalım ki 63. Növbəti bir dənə də if yazıram A kiçikdir təsəvvür eləyək 100-dən və yazmışam print tutalım ki 90 üstə gəlinsin 6. Bax belə bir komanda yazmışam. Burada hər bir iflər iç-içədir. Bax buna deyəcəyik iç-içə iflər. İç-içə iflərin işlənmə mexanizmi, iç-içə iflərin işlənmə mexanizmi müəyyən bir struktura sahibdirlər. Məsələn, gəldik burada. Baxın, A dəyişəninin qiyməti 5-dir. Biz 5-in 5-ə bölünməsindən alınan qalığı false yazdıq da. Baxın, false. Bura false-dirsə, deməli burada qapı açılmır. Bu qapı açılmırsa, digər aşağıda olan bütün kəmiyyətlər bu qapıdan asılıdır. Deməli, biz onda heç nə icra eləyə bilməyəcəyik və ekrana nəticə heç nə çap olunacaq. Bax, kursor ekranda yanıb sönəcək. Yəni, heç nəyi nəticə kimi ekrana çıxarda bilmir. Cavabımız olacaq heç nə. Deyirik ki, bu proqram fraqmentində xəta yoxdur, yanlışlıq yoxdur, səhv yoxdur. Sadəcə ekrana heç bir qiymət çap olunmayacaq. Yəni, məsələ budur. İndi burada prosesi necə davam elətdiririk? Diqqətli olaq. Gəlirəm burada bir dənə dəyişiklik eləyək cüzi, çünki bizə lazımdır ki, biz nə isə bir şeylər çap eləyək. A bərabər A-nın 4-ə bölünməsindən alınan qalıq 1-dir. 1-i məntiqi kəmiyyət kimi true götürürük. True olanda şərt doğru olacaq. Print A 5 çap olunacaq. Ondan sonra 5 çap olunandan sonra, bax bu printlə bu if eyni sətirdən başlayır da. Biz printə müraciət edib, ifə müraciət etməmiş dayana bilmirik. Niyə görə? Çünki bu printlə if eyni xasiyyətə sahibdirlər. Çünki onlar eyni yerdən başlayıblar. Onda burada if yoxlayırıq. 5-in 2-yə bölünməsindən alınan qalıq 1-dir. 1 bərabərdirmi 1? Şərt doğru olacaq. Yenə də qapı açıldı. Biz keçdik A plus 6. 5-in üstünə 6 gəldik. 11-i çap elədik. Daha sonra A dəyişəni öz qiymətini dəyişdi. A plus 15. A-nın qiyməti 5 idi. Üstünə də 15 gəldik. Oldu 20. Daha müqayisə zamanı A-nın qiymətini 5 yox, 20 götürəcəm. İndi gəldik burada 20 kiçikdir 1-dən. Şərtimiz yoxdur. Şərtimiz yoxdur deyənə burada qapılar heç biri açıla bilməz və biz aşağıda olan heç nəyə artıq müraciət edə bilmirik. Deməli bizim 2 komandamız, yəni sadəcə 2 dənə qiymətimiz alt-alta çap olunduğunu görə bilərik. Yəni 5 ilə 11 alt-alta çap olunmuş olacaq. Aydın oldumu? Başa düşdükmü? Qaranlıq qalan hər hansısa bir sual yoxdur ki? Deməli, şərtin iç-içə iflərdə şərtin doğru olmadığı yerdə qırılır. Yəni orada dayanır. Daha yəni axıra keçid edə bilmirik. Yəni axıra keçid etməyəcəyik. Aşağıya artıq biz davam etmirik. Davam eləyək növbəti bir hissəmiz ilə. Növbəti bir hissəmizdə biz sizinlə, məsələn, tutalım, eyni bu komandaların hər birini dövrün başlanğıcında yazıram. Hər biri özünə ayrıca tək sərbəst dövrün başlanğıcındadır. Yəni, biri birinin içində deyil də, hər biri özünə ayrıca dövrün başlanğıcında olmuş olacaq. Ona görə də əgər hər biri özünə ayrıca təkdirsə, sərbəstdirsə, dövrün başlanğıcındadırsa, onda heç bir ifin nəticəsi o biri ifin nəticəsindən asılı deyil. Hansının şərti doğrudursa, o çap olunacaq. Və əgər sonda bircə dənə else varsa, else yalnız və yalnız sonuncuya aid olmuş olacaq. Yalnız və yalnız sonuncuya aid olacaq. İndi gəldik burada. Yenə də 5-in 4-ə bölünməsindən alınan qalıq 1-dir. 1 ədədinin belə deyək də, bul tipi olacaq true və 5-i çap etmiş olacaq.
Növbəti gəldik. A-nın 2-yə bölünməsindən alınan qalıq 1-dirmi? 5-in 2-yə bölünməsindən alınan qalıq 1-dir. 1 bərabərdir 1, yenə də şərt doğrudur və 11 çap olunacaq. A dəyişəni öz qiymətini dəyişib olacaq 20, daha 5 deyil. Yoxlayıram burada. 20 kiçikdir 1-dən. Şərtimiz false idi. Yəni doğru deyil. Ona görə bura keçə bilmirəm. 20 böyükdür 100-dən. Şərtimiz false idi. Deməli yenə də bura keçid eləyə bilmirəm. Sonra 20 kiçikdir 100-dən. Burada artıq şərtimiz doğrudur. Ona görə də dırnağın içərisində yazılan ifadə dırnaqsız nəticə kimi ekrana çap olunmuş olacaq. Deməli 5, 11 və 9 plus 90 plus 6-nı nəticə kimi ekranda görmüş olacağıq. Yəni, əgər şərtlərimiz hər biri dövrün başlanğıcındadırsa və sərbəst hədd kimi verilibsə, onda mütləq və mütləq, yəni hər hansının şərti doğrudursa, onun komandası icra olunmuş olacaq. Növbəti bir if-else-dən qəbul sualınızı diqqətinizə çatdırım. A bərabərdir 25, B bərabərdir 26. Yazmışam if A kiçikdir B-dən. Burada şərtimizi yazdıq. Ondan sonra bir dənə də if yazıram. A böyükdür B-dən. Qoşa nöqtə yazıram print. Məsələn, A plus B. Ondan sonra yazıram else. Məsələn, yazıram C bərabərdir A plus B-yə. Və burada da yazıram else. Məsələn, yazmışam else. Yazıram C bərabərdir, tutalım A plus B. Yazıram print, tutalım ki C plus 10 yazmışam. Və burada bir dənə də yazıram print, tutalım ki A plus, tutalım ki 2. Bax, belə bir qəbul sualınızı diqqətinizə çatdırım. İlk dəfə suala baxanda sual bizə vahiməli gəlir və biz sualdan qorxuruq ki, görəsən bunu necə həll eləyək. Amma bu sualımızda biz ayırsaq, kəsiklərə bölsək, heç bir problem olmadan ardıcıl şəkildə işləmiş olacağıq. Baxın, burada if-else və burada da biz gəldik, yazdıq. Baxın, bu if-else-ni. Hər bir ifin özünün else-si var. Və burada təqdim olunan print A bərabərdir A plus 2 isə heç bir şərt operatorundan asılı olan bir komanda deyil. Özünə ayrıca təkdir, sərbəstdir və dövrün başlanğıcında yazılmışdır. Başlayırıq öz işimizi görməyə. 25 kiçikdir 26-dan. Burada şərtimiz hədir deyənə, daha biz yəni bu else-yə müraciət etməyəcəyik. Baxın, bu ifin şərti doğrudur deyənə, həmin ifin else-si işlənməkdən elə bil ki, imtina vəziyyətinə gəldi. İndi gəlirəm burada 25 böyükdür 26. Burada şərtimiz yenə yox olacaq. 25 26-dan böyük deyil ki, keçirik else-yə. Else-də də C bərabər olacaq A plus B-yə. 51 alırıq. Amma baxın, burada bir çap yoxdur axı. Yəni sadəcə C dəyişəni 51 qiymətini alır. Deməli, bu proqram fraqmenti icra olunan zaman ekrana heç nə çap olunmayacaq. Yəni ekrana heç bir nəticə əks, 27-ni hardan aldıq? Hə, deməli, bircə dəqiqə, düzdür, bircə dəqiqə. Deməli, buradan aldıq C bərabərdir 51, amma burada çap getmədi də, bax, burada çap getmədi. Və biz artıq ən sonuncuda, bax, ən sonuncuda print A plus 2 heç bir şərt operatorundan asılı olmayaraq özünə icra olunmuş olacaq. Deməli, nəticəmiz olacaq 27. Bir dənə 27 çap olunacaq. Əgər amma mən burada bu sətri yazmasaydım, yəni bu sətr olmasaydı, o zaman bizim proqram fraqmentimizin yerinə yetirilməsi zamanı kursor ekranda sadəcə yanıb sönəcəkdir və ekrana heç bir nəticə çap olunmayasıdır və ekrana heç bir nəticə çap olunmayacaq. Deməli, ona görə də bizim üçün, baxın, bu ardıcıllığımız doğru olmuş olacaq. Növbəti keçid alırıq nəyə sizinlə? Bir də var ki, bizim üçün if, elif, else. Bu strukturumuza nəzər salsaq, yazıram if, məsələn, A böyükdür 2-dən, qoşa nöqtə, yazmışam print, A qüvvət, məsələn, 3. Ondan sonra elif yazmışam. Elif elə bir mexanizm qurur ki, burada, yəni deyir, mənim aid olduğum şərt operatoru əgər doğrudursa, yəni bunun aid olduğu şərt operatoru nə olacaq? Deməli, baxın, şərt operatoru
ifdir də. Yəni elif özü yuxarıda if sətri olmadan icra oluna bilməz. Yəni yuxarıda if sətri olmadan icra oluna bilməz. Məsələn, burada yazdıq bu vəziyyətdə. İndi baxın bax. Burada necə olacaq prosedurumuz? Gəldik burada. Bizim üçün A dəyişəninin qiyməti 6-dır. 6 böyükdür 2-dən. Şərtimiz hədir. Şərtimiz hədir deyənə 6 üstündə 3, yəni 6-nın 3 dəfə özü özünə vurulması 216 nəticə kimi ekrana çap olunacaq. Əgər elifin aid olduğu if sətri doğrudursa, onda biz növbəti elsələrin heç birinə, belə deyək də, heç birinə növbəti elsələrin heç birinə aidiyyatı olmayacaq və heç birinə aidiyyatı olmayacaq. Yəni bircə dənə əgər else strukturu varsa, onda nəticə ekrana sadəcə yalnız və yalnız, yəni bir qiymətdə çap olunmuş olacaq və baxın 216. İndi burada bir məsələ var. Bəzi yoldaşlar üçün yazıram burada. Elif sətri ifsiz başlaya bilməz və elif sətri özündən yuxarıda olan yalnız bir if ilə əlaqəli olur. Biz birbaşa elif ilə başlasaq bizə proqramın gedişatında baxın xəta verəcək ki, bu belə doğru deyil. Əgər bizim bir neçə dənə əgər ifimiz varsa, məsələn A böyükdür 1 yazmışam. Burada yazmışam print, tutalım ki, A plus, məsələn yazmışam A plus məsələn 96 və nəhayət bir dənə də təsəvvür eləyə burada if yazmışamsa, bir dənə də if yazmışam, A məsələn kiçikdir 3-dən belə bir şey yazmışam, yenə də burada daxil edirəm print, məsələn yazmışam A qüvvət 2. Bax, belə bir şey yazmışam. İndi burada özünüzü çaşdırmayın. Elif yalnızca özündən yuxarıdakı bir if ilə komanda yaradır. Yəni özündən yuxarıdakı yalnız bir if ilə birləşə bilir və bunlar belə birləşirlər. Bu if özünə ayrıca təkdir, sərbəstdir. Daha sonra bu if də özünə ayrıca təkdir, sərbəstdir. Yəni elif özündən yuxarıdakı yalnız bir if ilə birləşib birlikdə işləyə biləcək. A-nın qiyməti 6-dır. 6 böyükdür 1-dən. Şərtimiz hədir. Ona görə də 6-nın üstünə 96 gəldik. 102 çap olundu. Ondan sonra gəldik burada 6 kiçikdir 3-dən. Burada şərtimiz yox olacaq. Şərtimiz yoxdur deyənə bu icra olunmayacaq. Keçdik, baxın, indi if, else birlikdə işləyir. Əgər bunlardan hər hansısa birincisi doğrudursa, aşağıdakı şərtlərin heç birinə baxmayacağıq. Yazıram burada 6 böyükdür 2-dən. Şərtimiz hədir. Ona görə də 216 çap olunacaq. Da else heç birinə baxmıram. Əgər bu if yalan olsaydı, onda bu elifi yoxlayardıq. Bu doğrudursa, A plus 6 icra olunardı, digərlərinə baxmazdıq. Əgər bu da yalan, bu da yalandırsa, onda gələrdik bura. Bu şərt doğrudursa, A plus 63-ü çap edərdik, else-yə baxmazdıq. Əgər bu da yalan, bu da yalan, bu da yalandırsa, onda else-də olan A üstündə 4-ü çap etmiş olardıq. İndi biz proqram fraqmentimizi çalışdıraq və nəticəmizin ekrana necə çap olunduğunu görmüş olarsınız. 102 və 116. Əgər gəlirəm burada A böyükdür 20 yazıramsa, baxın yoldaşlar, bircə dəqiqə diqqətli olaq. Deməli, A böyükdür 20 yazmışamsa, A böyükdür 20 yazıram da burada. Onda bunu çalışdıranda artıq biz növbəti elifə keçid eləyəcəyik. Bax, bu elifə yox, növbəti birinci ifə yox, növbəti elif ilə birlikdə işlədiyini görə bilərsiniz. Bax, gəldik buradan. 6 böyükdür 1-dən, şərt doğrudur. 102 çap olundu. 6 kiçikdir 3-dən, şərt doğru deyil, çap getməyəcək. 6 böyükdür 20-dən, şərt doğru deyil, çap olunmayacaq. 6 böyükdür 3-dən, yəni bu şərt yalan oldu deyənə, elif sətri ona müraciət etməyi özündə cəmləşdirdi. 6 plus 6 oldu deməli 12. Deməli 102 və 12, 102 və 12 alt-alta çap olunmuş olacaq. Aydın oldumu? Deməli if, elif, else, yəni bu komandalarla ilə bağlı qarşımızda olan problemlər, qarşımızda olan sual nümunələri bunlardan ibarətdir. Yəni bundan başqa hər hansısa bir komandalar ilə, yəni komandalar ilə qarşılaşmırıq.
Ev tapşırığı, yəni həftənin 4-cü günü üçün Python proqramlaşdırma dili informatika bələdçi kitabında çap yazacağıq deməli siyahılar da testlərini işləyəcəyik. Bir də deməli Coderadan 12.4 şərt operatorlarını. Deməli 12.4 şərt operatorları Coderada, informatika bələdçi kitabında isə siyahıları işləmiş olacağıq. Kiminsə sualı varmı, sözü varmı, hər hansısa bir arzusu, istəyi, tələbi, təklifi varsa dinləyək və suallarınıza cavab verək. Dinləyək və suallarınıza cavab verək. Heç kəsdə sual yoxdursa, sağollaşaq, yekunlaşdıraq. Dərsi başa düşməyənlər mütləq dərsdən sonra dərsi bir daha izləyin və qeydlərinizi götürün. Elif ES ilə eynidir. Yox, Elif ilə ES eyni deyil. Elif if sətri doğru olmayanda ona müraciət etmiş oluruq. Yəni if sətri doğru olmayanda Elifə müraciət edirik. Qalan digər hallarda ona müraciətimiz mümkün deyil. Olduğu zaman sağ olun, sağlıqla qalın. Növbəti dərslərimizdə görüşənə qədər mütləq dərsi təkrar izləyib qeydlər götürün, çünki çox vacib dərslərdir. Sağ olun, sağlıqla qalın.